Sartıcalada yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Layihə çərçivəsində mərkəzi stadionu və 3 nömrəli uşaq bağçasının ətrafında daxili yolların bərpası, həmçinin çoxmənzilli yaşayış binalarının həyətlərinin asfaltlaşdırılması həyata keçirilir. Aparılan işlərlə yerində tanış olmaq üçün Pamukkale üzrə dövlət nümayəndəsi və Qardabani Bələdiyyəsinin meri əraziyə baxış keçiriblər. Hər iki layihə yerli büdcə hesabına maliyyələşdirilir. Layihələrin ümumi dəyəri 776 min laridən çoxdur. İşlərin 2026-cı ilin iyul ayında başa çatdırılması nəzərdə tutulur. Muğanlı kəndində çoxmərtəbəli binaların həyətlərini səhmana salmaq məqsədi daşıyan layihələrin gedişatı ilə tanış olduq. Bu həyətlərdə təxminən 3500 kvadrat sahəyə asfalt qatı salınır. Ümumilikdə bundan əlavə 700 metr avtomobil yolunun asfalt qatı da dəyişdirilir. Vətəndaşlar rahat və təhlükəsiz mühitdə yaşayacaqlar. İki ünvanda bərpa işləri aparılır. Hər iki məkanda yolun səthi tamamilə sıradan çıxmışdı. Sartıcalada layihənin tez başlaması üçün əlimizdən gələni etdik. Muğanlıda da çoxmənzilli yaşayış binalarının həyətinə asfalt çəkilir. Hər iki layihə həm Muğanlı, həm Sartıcala, həm də Qardaban bələdiyyəsi üçün əhəmiyyətlidir. 2025-ci ildə Dövlət Audit Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində aşkar olunan pozuntuların məbləği 36 milyon laridən çox olub. Bu pozuntular əsasən sistem xarakterli nöqsanları əhatə edir. Büdcə vəsaitlərinin səmərəsiz, qənaətsiz və təyinatı üzrə istifadə edilməməsi, eləcə də satın almalar və aktivlərin idarə olunması ilə bağlı problemlərlə əlaqədardır. Hesabatda qeyd edilir ki, yüksək risk daşıyan hallar nəzərə alınaraq əlavə reaksiya tədbirlərinin görülməsi üçün prokurorluğa 17 audit hesabatı və konkret məlumat göndərilib. Bunlardan 13-ü üzrə yeni cinayət işi açılıb, 4 məsələ isə artıq istintaqda olan cinayət işlərinə əlavə edilib. Prokurorluğa göndərilən materialların ümumi məbləği 80 milyon larini təşkil edir. Dövlət Audit Xidməti 2020-25-ci illər ərzində 3200-dən çox tövsiyə verib. Bu tövsiyələrin 79%-i tam və ya qismən icra olunub, 11%-i icra mərhələsindədir. 10% isə yerinə yetirilməyib. Müsbət tendensiya xüsusilə mərkəzi hakimiyyət orqanlarına verilən tövsiyələrin icrasında müşahidə olunur. Son 5 ildə bu göstərici 47%-dən 61%-ə yüksəlib. Bununla belə bələdiyyələrə verilən tövsiyələrin icrası hələ də problem olaraq qalır. Belə ki, tövsiyələrin yalnız 36%-i tam yerinə yetirilib, 43%-i qismən icra olunub, 6%-i hazırda icra mərhələsindədir. 15%-i isə ümumiyyətlə yerinə yetirilməyib. Tbilisidə gənc kişinin bıçaqlanması faktı ilə bağlı polis 2 nəfəri saxlayıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə təqsirləndirilən şəxslər arasında yaranmış mübahisə zəminində bir kişiyə fiziki zorakılıq göstəriblər. Hadisə zamanı onlardan biri soyuq silahla zərər çəkəni yaralayıb. Yaralı xəstəxanaya çatdırılıb. Hüquq mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində hər iki təqsirləndirilən şəxsi hadisədən dərhal sonra isti izlərlə saxlayıblar. İstintaq qəsdən adam öldürməyə cəhd, qrup halında zorakılıq və xüsusilə ağır cinayətin gizlədilməsi faktları üzrə aparılır. Bu cinayətlərə görə 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik cinayətləri ittihamı ilə ölkənin müxtəlif bölgələrində 20 nəfəri saxlayıblar. İstintaqın məlumatına görə saxlanılan şəxslər xüsusilə küllü miqdarda müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, satışı və bu fəaliyyətə yardım etməkdə ittiham olunurlar. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılanlardan bir qismi xüsusi olaraq qurulmuş istixanada narkotik tərkibli bitkilərin qanunsuz becərilməsi ilə məşğul olub. Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.